Xoş gördük. Mərhəmətli və rəhimli olan Allahın adı ilə başlayıram. Bugünkü mövzumuz İslam dinində ən böyük günahlardan biri olan yetim malı yemək haqqındadır. Bu günahın ən böyük günahlardan olmasının dəlili çoxsaylı aşkar Quran ayələri və Peyğəmbər Əleyhisselamın bu əməli ən böyük günahlardan hesab etməsidir. Yetim dedikdə yetkinlik yaşına çatmamış, yəni həddi buluğa çatmamış bir uşağın, yeniyetmənin hər iki valideynini və yaxud anasını, yaxud da atasını itirməsinə deyilir. Bu yetkinlik yaş həddi İslam şəriətinə görə son yaş müddəti 15, əksər dünya dövlətləri qanununa görə 18 yaşdır. Və bu yaşa çatdıqda sonra artıq həmin şəxs müstəqil şəxsiyyət vəsiqəsinə sahib olur və həmin şəxs öz əgər mirası varsa, öz əmlakı mirası və gələcək fəaliyyəti barəsində, həyatı barəsində özü müstəqil qərar qəbul etmək iqtidarında olur. İslam şəriəti həmin yetimə hami, qəyyum tutulmasını vacib bilir və həmin hami əsasən yetimin yaxın qan qohumlarından seçilir, yəni ata tərəf qohumlarından. Əgər ata tərəf qohumları yoxdursa, onda ana tərəf qohumlarından qəyyum tutulur, hami tutulur. Yetim bu malını yemək, əsasən yetimin mirasını yetimə qalan valideynlərdən və yaxud da hər hansı bir qohumundan qalan əmlakı mənimsəmək, yetimin böyümədən malını israf edib talan etmək və bununla da yetimə zülm etmək, onu incitmək deməkdir. Allah Teala deməli Ən-Nisa surəsinin 4-cü surənin 6-cı ayəsində buyurur ki, yetimləri nicah yaşına çatana qədər sınayın. Əgər ağla dolduqlarını, yəni həddi buluğa çatdıqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər deyə o malları israf edib tələm-tələsik yeməyin. Zəngin olan qəyyum o mala toxunmasın. Kasıb isə qəbul olunmuş qayda üzrə yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun, haqq hesab çəkməyə Allah kifayət edər. Yəni gördüyümüz kimi Allah Teala yetimlərin mallarını həqiqətən də xüsusilə tapşırır və o malları yetimlərə qaytarılması üçün onların sınanmasını əmr edir və onların ağla dolduqlarını əmin olduqdan sonra o mallarını onlara qaytarılmasını buyurur. Və burada əsas məsələ odur ki, qəyyumun, haminin zəngin olması halında, yəni Allah Teala yetimin malına toxunmağı ona qadağan edir. Lakin əgər qəyyum özü də kasıbdırsa, bu halda müəyyən olunmuş qayda üzrə yetimin həm böyüməsinə, həm də qəyyumun özünün də ailəsinin saxlanılmasına görə o maldan bir qədər istifadə etmək haqqı verir. Deməli, yetimliyin ən ağır forması uşağın hər iki valideynini itirməsidir. Bundan sonra anadan uşağın yetim qalması, ən axırda isə atadan yetim qalması gəlir. Xalqımızın gözəl bir deyimi var. Həqiqətən də uşaq anadan yetim qalır. Atalar heç bir vaxt ananı əvəz edə bilməz. Ümumiyyətlə uşağı böyüdən əsasən analardır. Onu 9 ay bətlində daşıyıb, ondan sonra böyüyənə qədər və həddi buluğa çatandan sonra, hətta ondan da sonra uşağın qayğısına əsasən analar qalır. Düzdür, yoldaşı vəfat edəndən sonra uşaqlarını böyüdüb evlənməyən qəhrəman atalarımız da çox olmuşdur. Həmin uşaqların bir qismi böyüyəndən sonra nankorluq edərək atasının ikinci dəfə ailə həyatına qarşı da əsasən çıxırlar. Biz bunun da ətrafda şahidi olmuşuq ki, yəni bu uşaqlar həqiqətən də nə qədər nankor bir övladdırlar ki,
Yəni evlənməyə görə ümumiyyətlə heç kəs bir-birinə irad tuta bilməz. Yəni atanın da ikinci dəfə ailə həyatı qurmaq hüququ var, lakin bəzi atalar həqiqətən də uşaqlarına görə bunu etməmişlər, lakin böyüyəndən sonra bunu ailə həyatı qurmaq istəsələr də bəzi hallarda uşaqlar atalarına mane olmuşlar. Lakin atalar nə qədər də yaxşı olsalar da onlar anaları əvəz edə bilməz. Həqiqətən də analar uşaqları el dilində desək, şor çörəklə də olsa saxlayacaq və yetimləri böyüdəcək. Lakin ananın olmadığı halda uşaqlar pərişan hala düşür. Yəni ailəni toplayıb, ailəni ümumiyyətlə idarə edən, düzdür, ata nə qədər də ailənin böyüyü olsa da, yəni uşağı böyüdən, onun qayğısına qalan, onu təlim-tərbiyə edən əsasən anadır. Ona görə ananın olmaması halında uşaq həqiqətən də çox kimsəsiz qalır, yetim qalır. Lakin ata olmadığını ana çox da hiss elətdirmir. Nisa surəsinin 10-cu ayəsində Allah Teala buyurur ki, həqiqətən yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar qiyamətdə alovlu cəhənnəmə girəcəklər. Gördüyümüz kimi yetimlərin malını yemək birbaşa insanın cəhənnəmə girməyi ilə hədələnir Allah Teala tərəfindən və Allah Teala burada haqsız yerə yeyənlərdən danışır ki, əvvəlki ayədə bildirdiyimiz kimi Allah Teala burada müəyyən qədər kasıb haminin ondan istifadə edib yetimi böyütmək üçün ondan istifadəsinə izin vermişdir. İndi isə biz Quran-ı Kərimdə keçməyən atalı, analı yetimlərdən danışmaq istəyirik ki, bunlar da atılmış kimsəsiz uşaqlardır, hörmətli dinləyicilər. Çünki Quranda bu haqda danışılmamasının səbəbi ümumiyyətlə uşaqların atılmaması idi. Əfsus ki, müasir dövrümüzdə ümumiyyətlə son 100 ildə uşaqların atılması, kimsəsiz evlərin yaradılması ilə nəticələnmişdir və bu uşaqlarla biz hətta ən yetimliyin ağır forması olan atasını, anasını itirmiş yetimlərlə müqayisə etmək istəyirəm və göründüyü kimi bir uşağın əgər atası, anası ölərsə, ona çox vaxt miras qalır və bu miras valideynin biri rəhmətə getdikdə yaranmır. Əsasən hər iki valideyn rəhmətə gedəndə yaranır və həmin uşağın həm mirası qalır, həm də yaxın qohumları, istər ata tərəfdən, istərsə də ana tərəfdən qohumları qalır. Mən hələ indiyə qədər yetimin hər hansı bir qohumunun qalmamasının şahidi olmamışam. Göründüyü kimi yetimlər yetim olsa da, atadan, anadan yetim qalsalar da onların müəyyən qədər hamiləri olur. Hətta şəriətdə, İslam şəriətində qohumlar olmasa da həmin bölgənin istəyən bir ağsaqqalı, dəyərli insanı, mömin insanı tərəfindən də hamilik qəbul oluna bilir. Hami uşağı həm onun mirası tərəfindən, həm də mirası olmasa da hami tərəfindən böyüdülür və onun evlənmək məsələsi də gələcəkdə həll edilmiş olur müəyyən qədər. Lakin kimsəsiz uşaqlar bütün hüquqlardan məhrumdurlar. Düzdür, dövlət tərəfindən kimsəsiz uşaqlar evi var, ora alınırlar. Lakin 18 yaşına çatdıqdan sonra artıq bu uşaqlar özləri müstəqil insan kimi öz həyatlarına hökm vermək iqtidarında olurlar və bundan sonra onların gələcəkləri qeyri-məsul vəziyyətə düşür və bundan da bildiyimiz kimi oğlan uşaqları əsasən dilənçilər tərəfindən bəzən küçələrdə onlar diləndirilir. Qız uşaqlarının da bəzən üzr istəyirəm fahişəliyə cəlb olunmaqda istifadə olunurlar və biz bunu zaman-zaman müxtəlif platformalarda şahid oluruq ki, həmin uşaqların vəziyyəti atalı, analı yetimlərə baxanda dəfələrlə ağır olur. Quran yetim qızlara da münasibət bildirir. Quranın bir ayəsində ümumiyyətlə Allah Teala kişilərə evlənməli olduğu
olduqları qadınların əgər yetim qızlardırsa bundan çəkinmələrini, əgər onlara qarşı ədalətli olmayacaqlarsa digər qadınlarla evlənməyi əmr edir. Gördüyümüz kimi Allah Teala yetim qızları xüsusilə xatırlamışdır və onlara qarşı ətrafda yetim, xüsusilə atılmış kimsəsiz yetim qız uşaqları, oğlan uşaqları varsa, onların içində həqiqətən də qız uşaqlarına xüsusi münasibət göstərilməlidir və onları böyütmək, onlara böyüklük etmək, onlara yol göstərmək, onları isə evləndirmək, hörmətli izləyicilər, bunlar hətta Peyğəmbərin bəzi hədislərində mələklərin hesablamağa gücləri yetmədiyi bir savabdır ki, və bəzən mələklər Allah Taala'ya müraciət edirlər ki, ilahi biz bu savabı hesablaya bilmirik. Və Allah Teala onlara deyir ki, onun savabı hesablamağı mənim öhdəmdədir. Yəni bu olduqca böyük savabdır və biz ətrafımızda da belə insanları gördükdə onlara münasibətimiz xüsusi nəvazişlə olmalıdır. Quran-ı Kərimin Nisa surəsinin 4-cü surənin 2-ci ayəsində Allah Teala yenə bildirir ki, yetimlərin mallarını həddi buluğa çatdıqda özlərinə verin və pisi, yəni haramı yaxşı ilə, halalla dəyişdirməyin. Onların mallarını öz mallarınıza qatıb yeməyin. Həqiqətən bu böyük günahdır. Gördüyümüz kimi Allah Teala burada əvvəlki ayələrdə cəhənnəmlə hədələsə də burada bu əməli birbaşa böyük günah adlandırır ki, bildiyimiz kimi böyük günah olan əməllərin bəzilərində Allah Teala sözlə ifadə etmişdir bunu. Yəni həmin əməlin böyük günah olmasını sözlə ifadə etmiş, bəzilərində həmin əməlin cəhənnəmə düşməklə, bəzilərində isə əbədi cəhənnəm əzabı verməklə bildirmişdir. Mövzumuzun sonunda yetimlərin mallarını yemək, həqiqətən onlara zülm etmək böyük günah olduğunu gördük və Quran ayələrində də insanın bu əməlini onun cəhənnəmə düşməyinə səbəb olmağının şahidi olduq, hörmətli izləyicilər, və biz yetim mallarını yeməkdən xüsusilə hətta nəinki yetim, hər bir insana qarşı haqsızlıqdan çəkinməli və xüsusilə yetimlərin mallarını haqsızlıq göstərərək onlara münasibətdə, onların böyüməsində, onların hamiliyində yetimlərin mallarına qarşı xüsusi, yəni yetimlərə qarşı xüsusi diqqət göstərməliyik və bu böyük günahdan çəkinməliyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.